Bəli, hazırda biz Nərimanov rayonunda 39 nömrəli tam orta məktəbin həyətindəyik. Təbii ki, burada olmağım təsadüfi deyil. Çünki bugün ölkə üzrə ümumi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. İmtahanda 49.701 şagirdin iştirakı nəzərdə tutulur. Saat 11:00-dan artıq imtahan başlayıb və 14:00-da başa çatacaq. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 207 imtahan binası, həmçinin 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına görə isə 601 imtahan rəhbəri, ümumi rəhbər, həmçinin 4554 nəzarətçi, mühafizə və 670 buraxılış mühafizə əməkdaşı, eyni zamanda 207 bina nümayəndəsi ayrılıb. Onu da qeyd edim ki, imtahanda həmçinin 54 nəfər sağlamlıq imkanları məhdud şagirdin iştirakı da nəzərdə tutulub. Qeyd edək ki, hazırda imtahan Bakı şəhəri ilə yanaşı ölkənin bir çox bölgələrində aparılır. Buna misal olaraq Gəncə, Qusar, Şuşa, Xızının adını çəkə bilərəm. Hələlik mənim bu saatda çatdıra biləcəklərim bunlardan ibarətdir. Təbii ki, növbəti efir buraxılışında imtahanın nəticələri ilə qarşınızda olacağıq. Görək şagirdlər imtahanın nəticələrindən nə dərəcədə razı idilər.